Azərbaycanda da Ermənistan tərəfinin cəbhə xəttində birdən-birə belə təxribat törətməsinin və gərginlik yaratmasının səbəbləri ilə bağlı müxtəlif rəylər formalaşıb. Əməkdaşımız İlkin Kərimov həmin səbəbləri öyrənib. Son günlər Ermənistanın Dağlıq Qarabağda qoşunların təmas xəttində yaratdığı gərginliyin səbəbləri bəlli olur. Ekspertlər və politoloqlar bu fikirdədir ki, Ermənistan iqtisadi tənəzzül dövrünü yaşayır. Bir tərəfdən sosial gərginlik, digər tərəfdən iqtisadi çətinliklər öz işini görür. Avqustun 1-dən Ermənistanda elektrik enerjisinə görə tariflər qalxıb. Bu da istehlak mallarının qiymətinə təsir edəcək. Oxşar problemlər səbəbindən ölkə daxili sosial narazılıqlar artır. Əgər ötən il 40 min isə, bu ilin 6 ayında 110 min vətəndaşı Ermənistanı tərk edib. Politoloqlar hesab edir ki, hazırki durumda rəsmi İrəvan sosial partlayışın qarşısını almaq üçün təmas xəttində təxribata el atır. Bununla da müxalifəti, narazı xalqı sakitləşdirməyə çalışır. Ser Sarkisyanın komandası müharibə yolu ilə ya məsəl üçün müharibə bölgəsində gərginlik yolu ilə özünün problemlərini həll etmək istəyir. Ancaq bu təbii ki, zəif bir tərəf müqabili ilə baş tuta bilər və Azərbaycan sözü gedən kontekstdə həmin onların o xülyaya daldığı, vardığı tərəf deyil. Azərbaycan yəni hər bir təxribata artıqlaması ilə cavab da verə bilir və düşməni yerində oturda bilir. Ermənistan danışıqları uzatmaq taktikası seçməklə prosesi hələ bir neçə 10 illər uzada bilər. Avqustun 8-i 9-da Soçidə Qarabağ danışıqlarını yenidən bərpa etmək üçün Ermənistan canfəşanlıq göstərsə də hələlik rəsmi Bakı tərəddüd edir. Çünki 20 ildən artıqdır ki, danışıqlar bir nəticə vermir. Azərbaycan prezidenti belə hesab edir ki, danışıqlara o zaman getmək lazımdır ki, o danışıqlarda bir konkret məqsəd olsun, konkret nəticə əldə etmək üçün bir imkan olsun. Bu olmadığı üçün danışıqlar indiyə qədər baş tutmuyor. Təşəbbüslər və təkliflər var idi, amma görürsünüzmü hansı addımları atırlar ki, görüş baş tutmasın. Münaqişənin həllində Dünya Birliyinin ikili yanaşması da yenə özünü göstərir. Məsələn, Ukrayna hadisələrinə Birləşmiş Ştatlar və Avropa Birliyi dərhal reaksiya verir. Rusiyaya qarşı yetərincə ciddi iqtisadi sanksiyalar tətbiq edilir. Lakin Ermənistan ordusu Azərbaycan ərazilərinə soxulduğu halda heç bir sanksiya tətbiq edilmir. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmur. Danışıqların davam etdirilməsi üçün bizə və İrəvana edilən çağırışlar sadəcə müvəqqəti tədbirlərdir. İri dövlətlər son günlər bölgədə baş verən mini müharibənin alovlanmasına ehtiyat edir. Yox, əgər Ermənistan geniş miqyaslı müharibə istəyirsə, istədiyini alacaq.